Gedirik İsmailliyə. Gəldik, çatdıq otelimizə. 2 gün Baskal oteldə dincələcək. Necədir otelimiz, bəyəndik? Hə, çox gözəl. Gəldik otağımıza. Uşaqların istəyi ilə gələn kimi gedirik hovuza. Hovuzu çox qəşəngdir buranın. Ora uşaqlar üçün var orada. Burada belə böyük. Bizim uşaqlar düşüb bowlingə, biz də gəldik. Neyinirsiniz? Kim udur, kim uduzur? Sabahlar bu qardan mənəm. Ən arxada Ramin. Yaxşı da. Bəs lazım? Gedirik axşam yeməyinə. Getdik. Uşaqlar bizi aşağıda gözləyirmiş. Havanın dumanına baxın. Deyəsən axşam qar yağacaq. Mən öpmüsən, niyə? Videoda necə öpür elə öpür. Otelin belə bir milli restoranı var, ora gəldik. Digər dostlarımız da bizə qatıldığına görə xoş gəlmisiniz. Oturmuşuq axşam yeməyinə. Axşamınız xeyir. Kababımız da gəldi. Mən burada baxdım, belə balaca tortlar var. Kimisə ad günü olsa maraqlıdır. Gedirik səhər yeməyinə. Hamı yuxulu. Qızlarımla deyirik. Bir də görə səhər yeməklər necədir? Belə desertlər var burada. Səhər yeməkləri qəşəng görsənir. Amma dadına baxaq görək. Allah qəllə təkərdən. Buyurun, xanım. Nə gözəl qar mənzərəsinin qabağında səhər yeməyi nuş olsun. Ay, bir dənə mənzərəyə baxın. Şaxtalı qar Nə qəşəng. Bu oğlan dedi ki, qar yağacaq. Yağdı da halal olsun. Bəli, babalar sözünü tutar. Ay Allah, bu qara qurban olum, ay Allah. Uşaqlar gətirmişik qar top oynamağa. Uşaqlar gəlmişik qar oynasın. Oynayaq da, oynayaq. Otelin öz avtobusundan gedirik restorana. Hava pisdir deyə. Belə avtobusundan dedik gedək. Necət deyirdi piyada gedək. Bu qarda piyada getmək olar. Avtobus qəşəcə gətirdi bizi. Ay, ayağım. Və qarda hamımız çiməndən sonra gedirik otağa. Oradan da hovuza belə.